Həmçinin bilirsiniz ki, Allah Teala qiyamət günü 3 qism insan var ki, Allah Teala onlara baxmaz, onlara heç bir ehsan eləməz, yaxşılıq eləməz, xeyir qapını açmaz və onlarla danışmaz. Onlardan birisi də kimdir? Kasıb təkəbbürlüdür. Yəni təkəbbürlük eləmək, kasıb da təkəbbürlük eləyir. Bu lap təhlükəlidir. Təkəbbürlük ümumən sivarlıya da, yüzüyə də haramdır, amma kasıb təkəbbürlük lap bitirdir, ağırdır. Yəni insanın içində görünədir ki, kasıbdır, ancaq ki, təkəbbürlük eləyir. Ona görə də yəni barədə hədislər, ayətlər çoxdur təkəbbürlük. Yəni dəlillər çoxdur. Ona görə də inşallah yəni bu qədər mən hazırladım ki, həm özüm üçün faydalı olsun, həm də sizin üçün. Yəni insanları çoxsu məhv edir. Və inanın ki, o son anda ki, bu haqdır, bayaq dedik ki, insan ölümdən heç yerə qaça bilmir, son anda insan nə edir? Peşman olur. Amma o peşmanlıq ona fayda vermir, tövbə edir, onu qəbul eləmir, iman gətirir, onu qəbul eləmir. Ona görə də inşallah yəni, o gün gəlməmişdən qabaq hazırlamaq lazım. Yəni, insan təkəbbürlük gələndə onun qəlbinə hansı haqdan üz verir, haqdan üz döndərir. Yəni, özün ağıllı sayır insan. Deyirsən, məsələn, tərəzidə düz ol, sözündə düz ol. Güyamış ki, bu ağıllıdır. Yəni, sənin sərasətsiz görür. Təkəbbürlüdən qəbullanır və özün üstün sayır. Yəni, ağıllı sayır. Çoxdur da belə misallar. Yəni, bayaq dediyimiz zərbə qədər təkəbbürlü insanı başqa günahlara da sövq edir. Ona görə inşallah Allah Teala istəyirəm ki, Allah Teala bizi qorusun. Allah Teala qardaşın evinə, malına bərəkət versin.